Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə OTK-nın 22 fevral 2026-cı il 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının detallı izahına baxacağıq. İzaha keçmədən öncə qeyd etmək istəyirəm ki, 9-cu siniflərlə sürət qrupumuz davam edir. Eyni zamanda mart ayının 1-dən etibarən sınaq qruplarımız başlayır. Sınaq qrupumuza qoşularaqdan müxtəlif illərdə olan OTK və eyni zamanda din buraxılış imtahanlarını işləyərəkdən daha çox praktika edə bilərsiniz. Xüsusi qeyd etmək istəyirəm ki, sınaq qrupumuzda canlı dərslər olacaq. Video əsaslı olmayacaq. Detallı məlumat almaq və yaxud da dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. 56-cı sualımızla başlayaq. Book sayıla bilən təksimdir. Notes sayıla bilən cəmsimdir. Sayıla bilən cəmsimlərin qarşısında qeyri-müəyyən artikellar istifadə olunmur. Sayıla bilən təksim isə artikelsiz verilə bilməz. Demək ki, doğru cavabımız C variantı. Artiklı sayıla bilən təksimlərin qarşısında istifadə olunur. Many sayıla bilməyənlərin qarşısında istifadə olunmur. 3 doğrudur. Qızların çantaları. The top of the building. Binanın ən yuxarısı doğrudur. Müəllimlərin otağı, bu da doğrudur. Lakin a little furnitures ola bilməz. Çünki furniture sayılmayandır və cəmlənə bilməz. Doğru cavabımız C variantı. 58-ci sualımızda kompleks obyekt görürük. Kompleks obyekt kateqoriyasında birinci kateqoriyada olan make feilidir. Birinci kateqoriyamızın qaydasını xatırlayaq. Make-dən sonra tuzsuz məsdər gəlirdi. Demək ki, doğru variantımız B variantı. As, ing, to ola bilməz. Eyni zamanda da keçmiş zamanda verə bilmərəm. Tuzsuz məsdər forması olmalıydı. 59-cu sualımızın tərcüməsinə baxaq. Layihən üçün yaxşı bir sloqan elə olmalıdır ki, hamının yadında qalsın. Bu şəkildə tərcümə uyğun gəlməlidir. Demək ki, doğru cavabımız B variantı. Tez yadında qalan, diqqət çəkən, qulağa xoş gələn demək mənasında istifadə olunmalıdır. A variantı çox vacib, C variantı uydurma, D variantı müəyyən, Y variantı qarşılıqlı, ortaq, məna cəhətdən uyğun gəlməyən sözlərdir. 60-cı sualımızda sifət yoxsa zərf olmasına diqqət yetirmək lazımdır. Qeyd etmişdik ki, sifət ismin əvvəlində istifadə olunur, zərf feildən sonra istifadə olunur. Baxırıq ki, hər ikisində də feildir. Lakin bir tək buna da diqqət yetirmək lazımdır ki, bəzi feillərimiz var idi ki, onlardan sonra sifət gəlirdi, zərf deyil. Həmin feillərin cərgəsini ekranın sol tərəfində sizinlə paylaşacağam. Bu feillər sırasında sim feili də daxil idi. Bu səbəbdən də mən burada artıq sifət yazmalıyam. Lakin bu hissədə isə zərf yazmalıyam. Bu səbəbdən birinci tərəfdə sifət olanları çıxardıram. İkinci tərəfdə isə zərf olanı çıxardıram. İki variant arasında qalıram. Sifət ing ilə bitirsə, bu zaman cansızları bildirir. İd ilə bitirsə, bu zaman canlıları bildirir. Hobby cansız olduğuna görə doğru cavabımız Y variantı. Sən bugün çox yorğun görünürsən. Qısa bir fasilə etməlisən. Yorğun göründüyü üçün və fasiləyə ehtiyacı olduğunu başa düşürük, ona görə inkarda verə bilmərəm. Will be able to şəklində olmalıydı. Kökdən yanlışdır. Doğru cavabımız D variantı. Söhbət deməkdir. A variantı. Courage cəsarət deməkdir. B variantı. Trust doğru deməkdir. C variantı. Definition testlərini işləyərkən sözün sinonimlərini tapmağa çalışın. Bu şəkildə asanlıqla həll etmək mümkün olacaq. A variantının tərcüməsi səmimi, qeyri-rəsmi, söhbət. B variantının tərcüməsi təhlükə və yaxud da çətinliklə cəsarətlə üzləşmək bacarıqdır. C variantında isə yalan deyil, bir şeyin faktı və yaxud da reallığı. 63-cü testimizdə şərt budaq cümləsidir. If-in sağ tərəfində indiki zaman, digər tərəfində gələcək zaman olmalıdır. Doğru cavabımız A variantı. Əgər yağış yağsa, biz evdə qalacağıq. 64-cü testimizdə everydən sonra of gələ bilməz. Sam və onun törəmələri sual cümlələrində istifadə oluna bilməz. Demək ki, doğru cavabımız 1-3-4 B variantı. 65-ci testimizdə törəmələrin xəbərləri təkdə olmalıdır. Feilin sonunda is gəlməli idi, gəlməyib, yanlışdır. Mübtədamız ing ilə başlayırsa, xəbərim təkdə olmalıdır, doğrudur. News sonunda s olmasına baxmayaraqdan sayıla bilməyən təkdə olan isimdir. Xəbərin təkdə olmalıdır, yanlışdır. Yenə ing ilə başlayır, feilin təkdədir, doğrudur. Altına xətt çəkilmiş sözün antonimi soruşulur. Gülməli,
doğru cavabımız ciddi, serious şəklində olmalıdır. Əyləncəli, şən, gülməli ola bilməz. Passive voice-a çevirmək tələb olunur. Birinci növbədə feilimizin altından xətt çəkək. Keçmiş zamandadır. Keçmiş zamanı passive voice-a çevirmək üçün onun to be-sindən istifadə olunurdu. Are, been, being lazım deyil. Introducing şəklində də ola bilməz. To be-dən sonra participle to gəlməli idi. Və introduced. Yalnızca feildə artıq doğru cavabımızı tapdıq. Tamamlığım cümlənin əvvəlinə gəlir, feilim qoyulur, daha sonrasında isə cümlənin ardı yazılır. 68-ci testimizdə sinonimlər cərgəsini tapmaq tələb olunur. 1. Müxtəlif 2. Əsəbi, gərgin, qorxmuş və nəzakətli ola bilməz, rahatlamış, qorxmuş ola bilməz. 5 də doğrudur, hər ikisi vacib, önəmli, əsas deməkdir. Short tekstllərə keçid edək. Öncəliklə mətnimizin tərcüməsini verək, daha sonra variantlara baxaq. Peşəkar bir şirkət yeni, rahat və geniş ofis axtarır. Ofis sakit ərazidə yerləşməli və gündəlik iş görüşləri üçün uyğun olmalıdır. İctimai nəqliyyata asan çıxış və müasir imkanlar üstünlük təşkil edir. Maraqlanan ofis sahibləri əlavə məlumat üçün bizimlə əlaqə saxlaya bilərlər. Burada doğru cavabımız B variantıdır. Ofis gündəlik iş görüşləri üçün uyğun olmalıdır. Burada bu cümləmizdən bizə bu aydın idi. A variantı yanlışdır, çünki kiçik ofis yox, geniş ofis axtarılırdı. C variantı yanlışdır, çünki köhnə yox, müasir üslubda bir məkan axtarılırdı. D variantı yanlışdır. Bu cümləmizdən də bizə məlum olduğu kimi şirkət əksinə maraqlı idi. E variantı yanlışdır. Burada qeyd olunur ki, ictimai nəqliyyata çıxış önəmli deyil, lakin mətndə isə əksinə önəmli olduğu qeyd olunmuşdu. 70-ci testimizin tərcüməsinə baxaq. Biz tələbələri, müəllimləri və ailələri Bright Minds Learning Center-ın rəsmi açılışına dəvət etməkdən məmnunuq. Açılış bazar günü 10 noyabr tarixində keçiriləcək. Bu müasir təhsil klubu elm, dillər və rəqəmsal savadlılıq sahələrində inkişaf etmiş kurslar təklif edir. Qonaqlar mərkəzin yüksək texnologiyalı sinif otaqlarını gəzəcək, peşəkar müəllimlərlə tanış olacaq və maraqlı akademik proqramlar haqqında məlumat alacaqlar. Tədbir zamanı yemək və içkilər təqdim olunacaq və qeydiyyat üçün endirimlər olacaq. Burada doğru cavabımız D variantıdır. Rəsmi açılış 10 noyabr tarixində keçiriləcək. Bəli, həqiqətən də bu cümləmizdə qeyd olunmuşdu. A variantı yanlışdır. Qeyd olunur ki, endirimlər olmayacaq, lakin mətnimizdə isə endirimlərin olacağı qeyd olunmuşdu. B variantı yanlışdır. B variantında bildirilir ki, qonaqlar sinif otaqlarını görə bilməyəcəklər. Lakin burada isə bizə bildirilir ki, əksinə görəcəklər. C variantı yanlışdır. Mərkəz sadəcə dil kursları təklif edir. Lakin yalnız dil yox, digər kursları da təklif etdiyi buradan qeyd olunub. E variantı yanlışdır. Elementary qeyd olunub, lakin advanced olaraqdan mətnimizdə görürük. 71-ci testimizin tərcüməsinə baxaq. Hörmətli cənab Smith, keçən həftə sonu şəhəri mənə gəzdirdiyiniz üçün sizə çox təşəkkür edirəm. Şəhər çox gözəl idi. Ailəniz də möhtəşəmdir. Həmçinin işgüzar səfərim zamanı biraz italyanca danışa bilməyim üçün mənə öyrətdiyiniz faydalı ifadələrə görə də təşəkkür etmək istəyirəm. Venesiyada çox gözəl vaxt keçirdim. Səfərdən hədsiz dərəcədə zövq aldım. Hörmətlə Fred Johnson. Doğru cavabımız C variantıdır. Məktubun əsas məqsədi təşəkkür etməkdir. Fred şəhəri gəzdirdiyinə görə, ailəsinə görə və eləcə də italyanca faydalı ifadələr öyrətdiyinə görə Mr. Smith-ə minnətdarlığını bildirir. A variantı yanlışdır. Çünki mətndə Fredin ailəsindən bəhs edilmir. B variantı yanlışdır. Çünki qeyd olunur ki, Fred ailəni görə bilmədi. Lakin burada isə ailəsinin möhtəşəm olduğu qeyd olunub. D variantı yanlışdır. İşgüzar səfərdə olan Fred idi. Mr. Smith deyil idi. Y variantı da yanlışdır. Burada uzun müddətli yox, qısa müddətli olaraqdan qeyd olunmuşdu. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağam. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. $72-ci sualımızda doğru cavabımız C variantı. Mətndə açıq şəkildə deyilir ki, dəmir miqdarı səhv yazılıb, onluq nöqtə səhv yerdə olub, bu isə elmi bir yanlış anlayışa səbəb olub. A variantı yanlışdır. Çünki səhv dərhal yox, yalnız 1937-ci ildə, yəni təxminən 70 il sonra tapılıb. B variantı yanlışdır. Çünki dadına görə yox, dəmir baxımından çox güclü olduğu düşünülərəkdən məşhurlaşıb.
D variantı yanlışdır. Çünki bu cizgi filmi yanlış anlayış inancından sonra yaranıb. Səhv isə daha sonra aşkar olunub. Y variantı yanlışdır. 1870-ci illərdə çalışıb, 20-ci əsr deyil. 73-cü sualımızda deyilir: mətn əsasən nədən bəhs edir? Mətn ispanaqla bağlı illərlə insanların inandığı yanlış bir məlumatdan, yəni ispanağın çox dəmirli və insanı fövqəladə dərəcədə güclü itməsi mifindən danışır. Bu yanlış inancın haradan yarandığı, necə yayıldığı və sonradan necə səhv olduğu izah olunur. Demək ki, doğru cavabımız Y variantı. Mətnin mərkəzində böyük və uzun müddət davam edən bir mif var. Bu mifin yaranma səbəbi, nəticələri və həqiqəti izah olunur. 74-cü testimizdə soruşulur. Erik von Wolfun araşdırmasında əsas səhv nə idi? Doğru cavabımız Y variantı. Yəni əsas səhv onluq nöqtənin yanlış yerdə qoyulması idi. Bu da dəmir miqdarının 10 dəfə artıq yazılmasına səbəb olmuşdu. Alim adlarının qarışdırılmasından söhbət getmir. B variantı, o düzgün tərəvəzi ispanağı araşdırıb. C variantı, alətlər haqqında heç bir məlumat yoxdur. D variantı, əksinə mətndə deyilir ki, araşdırma dərc olunub. 75-ci testimizdə mətnə əsasən cümləni tamamlayın. İspanaqla bağlı yanlış məlumat yayıldı, çünki o, doğru cavabımız D variantı, yoxlanılmadan dərc edildiyi üçün. Erik von Wolfun yazdığı məlumat dərc olunub və hər yerdə paylaşılıb, ancaq bu məlumat illər sonra yenidən yoxlanılıb. Deməli, məlumat dərc edilərkən fakt yoxlanılması aparılmayıb, buna görə də yanlış məlumat sürətlə yayılıb. 76-cı sualımızda deyilir: hansı fikirlər yanlışdır? 1. Erik von Wolfun orijinal işi heç vaxt yoxlanılmayıb. Yanlışdır, çünki mətndə deyilir ki, 1937-ci ildə başqa alimlər onun orijinal işini yenidən yoxladılar. Deməli, burada heç vaxt yoxlanılmayıb fikri səhvdir. 2. Onluq nöqtə xətası 1870-ci illərdə aşkar edilib. Yanlışdır, çünki 1870-ci illərdə yox, 1937-ci ildə tapılıb. 1870-ci illər araşdırmanın aparıldığı dövrdür. Səhvin aşkar edildiyi dövr deyil. 3. Doğru məlumatdır. İspanaqla bağlı məlumat dərc olunub və bütün dünyaya yayılıb. 4 də eyni şəkildə doğrudur. 19-cu əsrdə insanlar ispanağın super qida olduğuna inanırdılar. Demək ki, doğru cavabımız 1 və 2. Hal-hazırda dinləmə mətni əldə olunmadığı üçün təəssüf ki, dinləmə suallarına keçid edə bilmirik. Lakin dinləmə mətni əldə olunduqdan sonra cavabları şərh bölməsində qeyd etməyə çalışacağam. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.